Süni zekanın möcüzələr yaratdığı, Avropada sürət qatarlarının saatda yüzlərlə kilometr qət etdiyi bir dövrdə Azərbaycandan cəmi 600 kilometr aralıdakı qonşu ölkəyə bir qotur bilet tapmaq müşkülə çevrilib. 5 ildir Tbilisi qatarının yolunu gözləyən vətəndaşların sevinci rəsmən qursağında qaldı. Jurnalist Arif Əliyeva sosial şəbəkədə Azərbaycan dəmir yollarının rəzalətini ifşa edib. Jurnalist haqlı olaraq sual edir. Azərbaycan vətəndaşı 5 ildən çox ona görə gözləmədi ki, axırda Dəmir Yollar İdarəsi bu xətti bazara və alver mənbəyinə çevirsin. Bilet məsələsi ilk gündən kütləvi etirazlara səbəb olsa da, problem daha da dərinləşib. Hazırda vətəndaşlar üçün ən böyük işgəncə gedişə 1001 zülmlə bilet tapıb dönüşə bilet ala bilməməkdir. Dəmir yollarının onlayn sistemində dönüş biletlərinin hamısı güya satıldığı qeyd olunur. Vətəndaşları açıq-aşkara aldadaraq deyirlər ki, Tbilisi vağzalında bilet tapmayacaqsınız. Lakin bu yalana inanaraq Gürcüstana gedənlər orada faktiki olaraq girov vəziyyətinə düşürlər. Çünki Tbilisi vağzalında da geri dönüşə bilet tapılmır. Xalq rəsmən dəmir yolları və onun rəhbərliyinin əlində əsir-yesir qalıb. İki ölkə rəhbərliyi arasında əldə olunan mühüm razılaşmanı dəmir yollarının sədri Rövşən Rüstəmov öz yaratmaz idarəçiliyi ilə üzünə gözünə bulaşdırdı. Dövlətin atdığı böyük addım Rüstəmovun qatar reysinin altında qalıb əzilmiş sistemi tərəfindən yerdən yerə vuruldu. Görəsən dəmir yollarının sədri rəhbərlik etdiyi bu xaotik, qanunsuz və bərbad sisteminə görə xəcalət çəkirmi? O artırıldığı iddia olunan vaqonlar hardadır və əldə olunan milyonlarla qazanc hara gedir? Vətəndaşı öz ölkəsinə qaytarmağa həsrət qoyan bu rəzalətin hesabını kim verəcək? Suallarımızın cavabını Azərbaycan Dəmir Yolları rəhbərliyindən gözləyək.